Cihatla Mir Yusifə. Deməli, uşaqlar, ilk sualım belədir. Şahmat taxtasında ən güclü fiqur hansıdır? Vəzir. Mir Yusif. Səhv çıxmayın. Mir Yusif, sən Məmməd və Fərhad. Sualım sizədir. Diqqətli olun. Şahmat taxtasında neçə xət var? Xət. Səhvdir. Yerindən şans verirəm. Neçə xət var? Hansılardır yadınıza salın. Deməyin. Xət. O xanadır uşaqlar. Xət. Xət. Yadınıza salın. 3 xəttiniz vardı. Bunu saymıram. Heç bir cavab vermədiniz. Növbəti sualımız. Hansı fiqur, diagonal, daha doğrusu fiqurlar, diagonal xətt kimi hərəkət edir? Hansı fiqurlar? Səhvdir. Diagonal. Diagonal iki fiqur idi. Hansı fiqurlar? Diagonal xətt kimi hərəkət edirdi? Diagonal xətt üzrə. Yox. Əyri. Əyri gedən fiqurlar gəlir. Fil və Məmməd. Məmməd dedi. Məmməd keç arxaya. Sevil və Hüseyin. Yaxşı. Şahmat sözünün hərfi mənası nədir uşaqlar? Modest. Sən keç yarışa. Sevil, sən əyləş. Növbəti sualımız. Uşaqlar sakit. Hə. Növbəti sualımız Barış və Cəmilə. İstəyin görün mənə. Mat nəyə deyilir? Şahmat eləmək. Şah öldü. Şahmat eləmək.